Çökerken akşamın karanlıkları, gözümde bir kara bulut dolaşar. Sensiz harap olan yazık ömrümün her dakikasında bir ölüm yaşar. Çökerken akşamın karanlıkları, gözümde bir kara bulut dolaşar. Sensiz harap olan yazık ömrümün her dakikasında bir ölüm yaşar. Bir ölüm yaşar. Fakat sevgarlı süzgün bir gözler İncidirsen beni cürmecür sözler. Fakat sevgarlı süzgün bir gözler İncidirsen beni cürmecür sözler. Unutma karışar gece gündüz sen. O zaman ulduzlar aylar sayışar. Unutma karışar gece gündüz sen. O zaman ulduzlar aylar sayışar. O zaman ulduzlar aylar Sen Babək! Dostlar, Murad söz sizdədir, buyurun. Başlayaq sizinlə. Teşekkür ederim benimle başladığınız için. Babək stabil olarak əladır. Stabil olarak əla. Elə bilirsiniz ki, indi Allah Taala səs verib, karizma verib, rənglər verib, çıxıb oxuyacaq, elə həmişə belə əla oxuyacaq. Amma əslində dostlar, stabil olarak əla olmaq, stabil olarak güclü işləməkdir. Və mən Babəkin özlərində əziyyətini, zəhmətini hər dəfə bu səhnədə görürəm, eşidirəm, zövq alıram və alqışlayıram. Çok sağ ol. bilmirəm Babək finala qalacaq, qalmayacaq. No, mən əminəm ki, qalacaq. Mən belə düşünürəm. Babək hazırdır artıq. Bu səhnələrə çıxıb fanat ordusunu yığmağa. Hazır müğənni, artist. Babək artıq səhnələrə, bu səhnəyə sığışmır. Daha böyük auditoriya, daha böyük kütlə yığmaq iqtidarındadır. Çətin olacaq Röya üçün, əcəb oldu ona. Çünki bundan qabaq hamısını, bütün iştirakçılara gedə-gedə ki, hamısını nəsə vəd eləyək, evimi aparacağım, onu balnitsa açacağım, bunu belə eləyəcəm. Hamısını yığdı yanına və mən iştirakçılara... Zülfiyə xanım, çox üzr istəyirəm. Burada o qızın tam da günahı yoxdur. İndi nəticədə o vaxtı dördünüz də dönmüşdüsə, Babək özü seçdi Röyanı. Bəs mən onda deyirdim, başa salırdım iştirakçılara ki, var da, var orada başqa uşaqlar da var, biraz güclü. Gəl bu tərəfə də, bax indi geçsin görüm kimi seçsin. Məni seçir, mən oraya burada oturmuşam, məni seçib gedirik. İndi isə sözü verirəm çılçıraqlı ustadımıza, Eldara. Mən artıq burada oturmuşam, sözümü də deyirəm. Mən çox istəyirəm, elə bil ki, Eldara təzyiq edir. Dəstəkləmək istəyirəm, çünki həqiqətən çətin olacaq. Ancaq bugün Zülfiyə xanım. Eldar, indi həyəcanlı olanda insan üşüyür axı. Eldar öz çırçıraqları ilə Röyaya istilik verir. Çırçıraqladıram. Mən düşünürəm, hər hansı bir seçim eləsən Röya çox düzgün olacaq. Çünki dördü də Babək qarışıq möhtəşəm bir ifalar göstərdilər. Babək, sən həqiqətən
hakimsən, səhnəyə hakimsən, bilirsən nə istəyirsən səhnədən, sonuna qədər gedirsən və bugün yenidən bunu sübut elədin. Çox təşəkkür.